Məncə ən ideal paxlava resepti budur. Yumşaq, ağızda əriyən paxlavalar alınır. Deyəcəyim nüanslara diqqət eləsəz alınmama ehtimalı yoxdur. İşə şərbəti hazırlamaqla başlayırıq. Ərzaqların dəqiq miqdarını açıqlamada yazmışam. Unun üzərinə isə duz, vanil əlavə edib qarışdırırıq. Sonra otaq temperaturunda kərə yağı, yumurta, şəkər tozu, südlə qarışdırdığımız mayanı əlavə edirik. Az süd töküb yumşaq xəmir yoğururuq. Üzərini örtüb yarım saat gözlədirik. İkisi böyük olmaqla 14 gündə hazırlayırıq. Böyük olanlar alt və üst hissədə istifadə olunacaq. Listi yağlayıb yaydığımız xəmirləri qaba sərririk. İlk 3 və son 2 qatda içlikdən istifadə eləmədim. Sadəcə yağ vurdum. Qalan qatlarda yağla bərabər içlikdən də istifadə olunur. Makkaş Baku səhifəsindən əldə etdiyim bu qəlib isə işimi çox asanlaşdırdı. Paxlavaların hər birini eyni ölçüdə rahatlıqla kəsdim. Üzərinə yumurta sarısı çəkib qozla bəzədikdən sonra göndəririk bişməyə. Şərbətini əlavə elədikdən sonra ləziz, dadlı paxlavalarımız hazırdır. Bu arada paxlava listimi bu gözəl qablaşmadakı makkaşları da Makkaş Baku səhifəsindən əldə eləmişəm.